Əziz və hörmətli izləyicilərimiz, bir dənə bu ağacın vahiməli, bir təbiətin yaratdığı bir ağaca baxın, bunun üst cizgilərinə baxın. Biz bütün kəndlərdə o çətin tapılan yerlərdə gəlirik, axtarırıq, tapırıq, bunların o qol budağından çıxan kötükləri var, o kötükləri çıxardırıq. İmeyində bax bu 300-500 il olan, yaşı olan ağaçlardan biz aparırıq, çəkirik, taxtalar düzəldirik. O qədimi ağaçlardan, çox keyfiyyətli ağaçlardan. Bunlar elə bir möhkəm ağaçdır ki, bəlkə də bunun 500 yaşı var. Bu ağacın bir gəlin yuxarı gövdəsinə baxın, görün, nətləri yetişir. Bax, belə bir ağaçlardan biz nətlər hazırlayırıq, nətlər düzəldirik. Yəni, bizim əl işlərimizin keyfiyyətinə söhbət ola bilməz. Əziz və hörmətli izləyicilər, bu nərtaxtalarımızın siz baxın, fikir verin, bunun üstünün işləməsi də qədimi parçalardır, qədimi naxışlardır. Bax, buna uyğun işləyirik ki, hamısı tamamlansın. Buyurun, siz də sifariş verin, sizin üstündə bax, belə gözəl nərtaxtalar düzəldək.